Salam dostlar, bu günləri biz Hexabox-da bank adlı bir maşını enumeration edəcəyik. Həmişə dərsə başlamışdan qabaq deyirəm. Tədrisdə, yəni videoda göstərilən texnologiyalar yalnız tədris üçün nəzərdə tutulub, digər maşınlarda istifadəsi qəti qadağandır. Yalnız TryHackMe və Hexabox maşınları üçün nəzərdə tutulub. Bu texnologiyalar araşdırın, öyrənin, amma başqa saytlarda, başqa maşınlarda istifadə etməsi qadağandır. İlk öncə biz maşınımızı aktivləşdirəndən sonra bizə IP-ni verir. Biz IP ilə yazanda heç bir məlumat əldə edə bilmirik. Biz üst tuturuq Nmap-ə. Nmap da bizə sadəcə olaraq bunu verir. Yəni qeyri-adi bir məlumat vermir. Sadəcə 3 portun açıq olduğunu deyir. Biz skan edəndə TCP-ni skan edirik. Bu dəfə isə biz UDP portlarını da skan edəcəyik. Yəni UDP portunu mən artıq yazmışam. Biz UDP portunu da skan edək. Baxaq görək nə var. Faktiki olaraq burada 53 var. Tak. Biz UDP portunu da skan etməliyik əslində. Yəni əgər hər hansı bir istədiyimiz məlumatı əldə edə bilmiriksə, əlbəttə ki biz UDP portunu da skan etməliyik. Aha, gördüyünüz kimi yazılıb 53 UDP. Burada da 53 TCP açıqdır. Domain, servis, yəni domain, bu maşının domaini var imiş. Bu domaini əldə etmək üçün, yəni biz onsuz da bilirik ki, Hexabox-da çox vaxt maşınlar necə olur? Maşının adıdır .htb-dir. Deməli biz nə etməliyik? Nano ATC host daxil oluruq. Aha. Bizdə burada ilk öncə bank HTTP-ni yazırıq. Bu birlərini isə sonra axtarıb tapacağıq. Necə? Mən artıq qıraqda gördüyünüz kimi yazmışam. Yəni etdiyim yolları yazmışam. Belə deyək. Biz dig edəndə, yəni araşdıranda, qazanda daha dərinə görürük ki, bizim NS Bank WW var və bank HTTP var. Bir də Chris var. Fikir versəniz, chris.bank.htp adlı domenimiz də var. Onu da hamısını hostca əlavə edirik. Bunu əlavə edəndən sonra gəlin belə eləyək. Çıxaq. Aha, bizim belə bir website verir. Yəni biz burada login və parolu görürük. Webalizer-dan baxsaq maksimum görəcəyimiz PHP-də yazılmasıdır. Başqa heç nə deyil. Bizdə login parol varsa biz bunu SQL injection-dan da yoxlaya bilərik. Brute force eləyə bilərik. Artıq hamısını yoxlamışam deyə mən sizə ən asan deyəndə ki, yəni əldə etdiyim nəticələri göstərmək istərdim. Biz direktoriyaları araşdırmağa başlayırıq ki, görək bank.htp/dan sonra nə gələ bilər, hansı direktoriyalar gələ bilər. Biz normalda nədən yoxlayırıq? Biz normal olanda dirblə yoxlayırdıq. Dirblə heç bir nəticə əldə etmək olmur. GoBuster-dan istifadə etdim. GoBuster-ın artıq yazmışam. Bax beləsinə. Tam deyil. Tak. Aha. Aha. GoBuster-da biz prinsipcə mən burada da yazmışam. Aha. Budur. GoBuster deyir -u, yəni URL-ni göstəririk. Wordlist. Mütləqdir ki, Medium seçəsiniz. Çünki Medium olanda orada daha çox direktoriyalar, düzdür, vaxt baxımından çox gedir. Amma ən düzgün yolu budur. Etdikdən sonra bizə bu direktoriyaları verir. Və direktoriyaların birində balance transfer. Yəni bankdır deyə balance transfer linkini verir. Biz daxil oluruq balance transferə. Balance transferdə gördüyünüz kimi transaksiyalardır. Biz daxil olub baxa da bilirik hətta. Gəlin buna baxaq. Aha. Gördüyünüz kimi full name, email, parol hamısı şifrələnmiş formadadır. Sadəcə olaraq Hexabox-da
İki cür var. Adventure mod var, guided mod var. Guided modda siz seçsəniz görəcəksiniz ki, hansı yollarla mən onu tapa bilmişəm. Özü artıq onsuz da sual verir ki, bu necə, o harda tapmaq lazımdır. Orada suallardan biri nədir ki, qeyri-adi ölçü hansıdır sizcə burada? Sayıza sıxanda ən kiçik ölçü bu olduğuna görə bu fayl. Mən bu faylı açıram. Aha, və mənə burada login verir. Chris Bank HTTP. Yəni CTF olduğuna görə bu qədər də şey deyil. Real maşınlarda belə şeylər olmur. Aha, submit edəndən sonra biz avtomatik olaraq daxil oluruq. Və biz burada yəni biz sistemə daxil oluruq, amma ki serverə daxil ola bilmədik. Onun üçün nə etməliyik? Support'a giririk. Baxırıq. Yəni siz girəndə həmişə sistemə baxmalısınız ki, harda nə var, nə yox. Görürük ki, hə, burada çox maraqlıdır ki, belə bir bölmə var. Aha, hər hansı bir məlumat yerdə yerləşdirilir və choose file var. Mən nə edirəm? Həmişə belə şey olanda birinci onun kodlarına baxın ki, görək nə var. Bəlkə burada yazılıb nə icazə var, nə icazə yoxdur. Fikir versəniz burada yazılıb. I added the file extension .htp to execute as PHP for debugging purpose only debug. Aha, demək ki, bizim faylımızın genişlənməsi HTTP olmalıdır. Yəni biz shell yazanda, hansı ki mən Pentest Monkey'dən götürdüm, mən onu belə deyək. Tak. Mən onu yazdım shell.htp kimi. Bu mənə nə verir? Mən listener'ımı aktiv edirəm. Artıq mən faylımı upload eləmişəm. Siz də eləyəcəksiniz. Çox asandır. Aha. Test 2-dədir. Attachment file. Sağ düyməni sıxıram. Görürsünüz shell.htp yazılır. Mən ilk əvvəlcə PHP JPEG kimi etmək istədim ki, bəlkə o cür nə işləyər, amma aktivləşmədi. Sonra kodu incələyəndə gördüm ki, sən demə burada HTTP formatını qoymaq lazımdır. Üstünə bir dəfə açan kimi təzədən qalxıram terminalıma. Terminalda artıq mən sistemdəyəm. Aha. Who am I? Aha, data. Deməli mən də burada Python skriptidir ki, normal terminal formasında olsun. Gördüyünüz kimi mən artıq sizi home da edə bilirəm, ls, sizi Chris də edirəm, ls, aha, user textimi əldə eləyə bilirəm. Deməli, mən istifadəçi kimi artıq varam. Növbəti orada verilən SUAD ilə privilege slocate-dir. Deməli, bu komandanı hardan götürdüm mən? Orada artıq task kimi verilib. Belə bir repozitori var. Haradakı Linux privilege slocate-in belə deyək, cheat sheetləri də. İnternetdə doludur belə cheat sheetlər. Sadəcə götürdüm. Enter etdim və özü mənə belə deyək, rootla əlaqəli olan müəyyən servisləri verdi. Mən birincini elə götürürəm. Enter-ə sıxıram. Who am I? Mən rootam. Mən rootun da flagını əldə etmiş oluram. Düzdür, baxsanız 8 dəqiqə çəkdi ya 9 dəqiqə çəkdi video. Amma belə deyək, GoBuster'la işləyəndə məndə bir hardasa bir 2-3 saat çəkdi ki, enumeration etsin, sonra başqa işlər. Ona görə görsəniz, maşının da 16 saatdakı aktivdir. Yenə deyirəm, istifadə olunan texnologiyalar sırf tədris üçün nəzərdə tutulub, digər maşınlarda istifadəsi qəti qadağandır. CTF-ləri etmək üçün çox qəşəng vasitədir. TryHackMe və Hexabox platformaları. Gələcəkdə kiber təhlükəsizlik üzrə mütəxəssis olsanız, sizə çox yardımcı olacaq bu texnologiyalar. Bəyəndinizsə like, comment, dostlarınızla paylaşmağı da unutmayın. Gələn dərslərə dək.